Yəni o mənada ki, demək, onun şikayətinin mahiyyət üzrə baxılması hissəsində təmin edilmiş səbəb olunmalıdır. Digər hissədə, yəni Dairə Seçki Komissiyasının qərarının ləğv edilməsi, seçkilərin nəticələrinin etibar edilməsi hissəsində isə əsassız olduğundan təmin edilməməlidir. Xahiş edirəm, səsə qoyun. Başqa təklif yoxdur. Mərkəzi Seçki Komissiyasının Çox sağ olun. Bir sualım var. Yəni, mahiyyət baxımı hissəsində təmin edildi deməkdə nə deməkdir yəni? Deyil. Deməli, mahiyyət üzrə baxılması, üzr istəyirəm, onun iddiası belədir, Məzar müəllim. Deməli, 7 noyabr 2015-ci il tarixli qərar ləğv edilsin Dairə Seçki Komissiyasının. Mənim şikayətim mahiyyəti üzrə araşdırılsın. Dairəni 16 ədəd dairə sahibi. Onların nəticələri ləğv edilsin. Dairə Seçki Komissiyasının səsvermə nəticələri, yəni tələbin qismən təmin edilir. Mahiyyəti üzrə araşdırma hissəsində təmin edilir. Cənab sədr, çox sağ olun. Bu da artıq yeni bir priyomdur. Yəni, bu da çox açıq aydın görsənir. O nöqteyi nəzərdən ki, ictimai bir mediada çəkiliş eləyir və axşam xəbərlərdə də göstəriləcək ki, 33 saylı dairədən bir namizədin şikayəti mahiyyət üzrə təmin olundu. Amma mahiyyət üzrə təmin olunanda hər halda da yəni qismən təmin olunacaq fikri ifadə olunacaq. Deməkdir ki, o artıq yəni ciddi araşdırma gedib və şikayətçinin iddiaları axı o araşdırması mahiyyət üzrə təmin olunub, tələbi nəticələrin ləğvi ilə bağlıdır. Müsbət şeyə sevinərlər o halda ki, o doğrudan da mahiyyətə xidmət edir və mahiyyətinə görə şikayətçinin yəni şikayətinin mahiyyətinə təsir edən və bir ciddi nəticəsi olan amil. Bu da artıq yeni bir priyomdur. Mən hesab edirəm ki, şikayətçinin göstərdiyi faktlar əslində çox ciddi faktlar idi və bu faktlar təkcə şikayətdə göstərilməyib, yəni verilən disk üzrə deyil və bir videoda deyil, çox saylı videolar var ayrı-ayrı məntəqələr üzrə. Və eyni zamanda həmin dairə üzrə web kameralar da var. Nədənsə web kameranın aktı tərtib olunması yaddan çıxdı ifadə etmək. Yəqin ki, yazılı şəkildə orada göstərəcək. Sağ olsun ki, hörmətli Bəxşiş müəllim də səmimi şəkildə ifadə edir ki, baxmayıb. Amma mübahisələndirən məntəqələrdə web kamera da var idi. Demək, şikayətçinin tələbi nədən ibarətdir? Konkret olaraq faktları mən qısa olaraq ifadə etmək istəyirəm. 18 saylı məntəqə ifadə olundu. 18 saylı məntəqədə konkret video görüntü var və o video görüntüdə karusel üsulunun baş verdiyi açıq aydın görsənir. Və yəni, eyni zamanda yalnız orada bir məntəqədən aktı ifadə etdi və xüsusi qabarıq göstərdi ki, müşahidəçi Elnur Quliyev onu öz imzası ilə təsdiq edib. Amma Elnur Quliyevlə əlaqədə nəticəsində ifadə olunur ki, Elnur Quliyev səslərin sayılması prosesinin prosedurunun icra olunması və ona dair aktın tərtib olunmasından gedir məsələ. O da onu təsdiq edib ki, bəli, səslər sayıldı, prosedur icra olundu. Amma sonradan, amma onların tərtib etdiyi aktda və şikayətdə iddialar ondan ibarətdir ki, protokol tərtib olunmadı və protokol tərtib olunmadığına görə də onlar onun şikayətində o hissəni mübahisələndirirlər. Sonradan o akta götürüb saatın tarixini yazmaq və yəni mövqeyini dəyişdirmək Elnurun mövqeyini ifadə etmir və Bəxşiş müəllim də açıq ifadə etdi ki, Elnurla əlaqə saxlaya bilməyib. Hər halda Elnurla əlaqə saxlamaq imkanı Ruslan İzzətli vasitəsilə mümkün idi. 13 saylı məntəqədə karuseldə iştirak edən vətəndaş özü açıq bildirir ki, onu məktəbdən dəvət ediblər. Həmin qanun pozuntunun video görüntüsünün ekspert qrupuna verilibdir, amma 13 saylı məntəqənin o videosu araşdırılmayıb. 12 saylı məntəqədən konkret olaraq namizəd qalib edən olmuş Hüseyin Bala Mirəlimovun müşahidəçisi karusel işini həyata keçirdir. Onunla bağlı video lenti alınıb və konkret olaraq məntəqənin sədri də həmin müşahidəçi ilə arasında mübahisə yaranıb və müşahidəçi ilə o hissədə yəni konkret götürülmüş video görüntü var. O video görüntü nəzərə alınmayıb. 9 saylı məntəqədə konkret karusel üsulunun həyata keçirdiyinin foto şəkili var. Eyni zamanda ona dair video da var və həmin məntəqədə konkret olaraq web kamera da var. Və namizəd araşdırmada da ifadə edib, şikayət ərizəsində ifadə edib ki, web kamera var. Mənim əgər fotom
yanlışdırsa, siz onu web kamera nəticəsində sizin obyektiv olaraq qərara gəlmə imkanınız var. O həyata keçirilməyib, baxılmayıb. 32 saylı məntəqədə konkret olaraq topa bülletenin məntəqə sədri tərəfindən kəsilməsi halı var. Və siz də doğru olaraq ifadə etdiniz ki, bu qanunla bir pozuntudur. Amma bu nəticəyə təsir etmir fikri ilə. Əgər nəticəyə təsir edir, etmir anlayışı olsaydı, onda elə seçki məcəlləsində yazılar ki, bu nəticəyə təsir etmədiyi halda yəni istisna olunur. Belə bir müddəyə yazılardı. Məcəllədə imperativ qaydada konkret göstərilibsə, necə yəni təsir edir deyə, etmir deyə bunu biz nəzərə almırıq. Heç olmasa qismən təmin olunması ilə bağlı orada bir bənd əlavə eləmək olardı. Həmin məntəqə sədrinə nə bilim şiddətli töhmət verilsin, ya bir xəbərdar olsun. Yenə bunun adını qoymaq olardı ki, qismən təmin olundu. Deməli, 138 saylı məktəbdə və 17 saylı məktəbdə yerləşən məntəqələrdə konkret karusel həyata keçirib, onun video lenti var. Bu video lentdə açıq görmək olur ki, bu adamlar həm 138 saylı məktəbdə olub və onların başçısı da var orada iştirak edən. Eyni zamanda 17 saylı məktəbdə də olub. Bununla bağlı da heç bir araşdırma aparılıb və əsaslı şəkildə bir izahı ortalığa qoyulmadı. Həmin məsələ eyni zamanda 22 saylı məntəqədə də həmin onun videosu təqdim olunub. Amma təəssüflər olsun ki, bu videonu da komissiyanın ekspert qrupunun üzvü və indi komissiyada nəticə etibarilə görməzlikdən gəlmiş olacaq. Konkret olaraq başqa bir məsələ cənab sədr. Şikayətdə də ifadə olunub, MSK-nın rəsmi internet saytında seçicidə iştirak edənlərin saat 19-da göstəricisi 18.138 nəfərdir. DSK-nın yekun protokolunda isə bu 17.049 nəfərdir. Mən xahiş edirəm, bunu bir izahı verilsin ki, bu fərq niyə belədir? Bir ekspert qrupu onu araşdırıb mı? Bu fərqin səbəbi, əsası nədən ibarətdir? Və bununla bağlı mövqe nədən ibarətdir? O açıq aydın görsənmir. Yəni, burada söhbət 1089 nəfər seçici fərqindən gedir. Hansı ki, bir fərq nəticənin ləğvi üçün əsasdır. Və eyni zamanda qeyd olunur ki, DSK tərəfindən onun təşviqat müddətində hər hansı bir problem yaradılmayıb və MSK da onun hüququnu qoruyub. Bəli, o konkret olaraq namizəd MSK-dan şikayət etmir. O MSK-ya şikayət edir və Dairə Seçki Komissiyasının ona qarşı qərəzli münasibətinin göstəricisini ifadə edir. Eyni zamanda təşviqat dönəmində konkret olaraq qalib namizəd olan Hüseyin Bəla Mirələvovun xeyrinə inzibati resurslardan istifadə halları var və o şikayətini onu ifadə edib, məktəblərdə görüşün təşkili, amma onlara məhəllələr arası görüşə belə icazə verilməyib. Yəni, bu ikili münasibət DSK sədri tərəfindən açıq görsənir. Eyni zamanda DSK sədrinin audio yazısı ifadə olunur. Həm namizəd Ruslan İzzətliyə qarşı aşağılayıcı ifadələrdən istifadə edərək komissiya üzvləri arasında mövqeyini açıq surətdə göstərməsi DSK sədrinin, həm də Hüseyin Bəla Mirələmovla bir kafedə, bir restoranda özəl görüşün olduğunu açıq surətdə ifadə edir. DSK sədrinin namizədlə hansı özəl görüş ola bilər, hansısa bir kənar bir yerdə, seçki dönəmində. Yəni, bunların heç birinə aydın şəkildə izah gətirilməyib və heç biri də əsaslandırılmış şəkildə görsənmir. Bu görsənmirsə, burada hansı söhbət obyektiv araşdırmadan gedə bilər? Çox sağ olun. Mən həmin aktı elan etmək istəyirəm, hörmətli sədr. Burada yazır ki, 18 saylı seçki məntəqəsinin 22.35-də aktı ona görə tərtib etdik ki, 33 saylı Xətai Birliyi Seçki Dairəsi 18 saylı seçki məntəqəsində səs vermə prosesi, səslərin hesablanması və protokolun doldurulması zamanı heç bir qayda pozuntusuna yol verilməmişdir. Tərtib edilmiş, protokolun təsdiq edilmiş surəti hər birimizə verilmişdir. Burada 12 nəfər qol çəkib, onlardan sizə çox yaxşı tanış olan Quliyev Elnur və Əliyev Orxan da imza atıblar bu protokolu. Siz onu təsdiq eləmişsiniz özü ilə? Bu onların imzasıdır, bəli. Yox, özü ilə təsdiq eləmişsiniz? Bəli, müvəzdə məlumat. Sonra, həmin, onda özü ilə təsdiq eləmək üçün bu aktdır. Sonra, məzəməm, yox, ikinci məsələdə qeyd etmək istəyirəm ki, araşdırma zamanı müəyyən edildi ki, bületin almış seçicilərin sayı ilə protokolda qeyd olunan seçicilərin sayı arasında heç bir fərq yoxdur. Onlar üst-üstə düşürlər. Bu da onu göstərir ki... Şəkili siz göstərə bilir. Açıq şəkilini veriblər sizə, screenshot. İnternetdə biz informasiya şöbəsinin əməkdaşı Ziyanı dəvət etdiyim, o açdı, həmin saytları baxdı.
idi deyilən bir təşkilatı mən açılışında bilmədim. Həmin təşkilat özü belə də qoyulub ki, rəsmi nəticələri qabaqladılar. Özləri bir rəqəm göstəriblər. Deyirlər ki, biz onlardan qabaq dedik ki, bu qədər. Söhbət MSK-nın saytından gedir rəqəm. 2 rəqəmdən gedir MSK-nın saytı.